Amerika Birləşmiş Ştatlar İran ərazisində olan vətəndaşlarına ölkəni dərhal tərk etməyə çağırıb. Birləşmiş Ştatların İrandakı səfirliyinin mətbuat xidməti vətəndaşlara mümkün olduqca quru yolu ilə Ermənistan və ya Türkiyə istiqamətində çıxışı nəzərdən keçirməyi tövsiyə edib. Səfəriniz üçün Amerika Birləşmiş Ştatlar hökumətinin köməyinin asılı olmayan çıxış planı hazırlayın deyə səfirliyin açıqlamasında bildirilir. Bundan əlavə diplomatik nümayəndəlik İran ərazisində internetin fəaliyyətində fasilələrin ola biləcəyi barədə xəbərdarlıq edib. Vaşinqton vətəndaşları İranda saxlanılma baxımından yüksək risk altındadır və Birləşmiş Ştatlar pasportunun nümayişi və ya Amerika Birləşmiş Ştatlarla əlaqələrin olması belə həbs üçün əsas ola bilər. Paralel olaraq Amerika Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin mərkəzi komandanlığı İran yaxınlığında üzən USS Abraham Lincoln aviadaşıyıcı gəmisindən yeni görüntülər paylaşıb. Həmçinin Axios nəşrinin verdiyi məlumata görə Birləşmiş Ştatlarla İran arasında gərginliyin artdığı bir dövrdə Vaşinqton yaxın şərqdə hərbi mövcudluğunu mərhələli şəkildə gücləndirməkdə davam edir. Bölgəyə əlavə qoşun kontingenti, hərbi aviasiya, hava hücumundan müdafiə sistemləri və dəniz qüvvələri yerləşdirilir. Bu addımların əsas məqsədi isə Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyini təmin etmək, mümkün risklərin qarşısını almaq və regionda strateji balansı qorumaq kimi təqdim olunur. Nəşr iddia edir ki, hücum ehtimalı realdır və bu hər an baş verə bilər. Regionda cərəyan edən gərginliyin növbəti mərhələsi isə Omanda aparılacaq danışıqlardan asılıdır. Omanda gedən danışıqların fonunda biz istənilən gərginliyə hazır olmalıyıq. Belə ki, Amerika Birləşmiş Ştatları ilə İran maksimum hazırlığa gəliblər. İran ballistik raketlərini artıq düzməyə başlayıb. Bu, əgər danışıqlar mənfi nəticələnərsə və İrana qarşı hər hansı bir hücum olarsa, İran cavab atəşinə hazırlaşır. Amerika Birləşmiş Ştatları da çağırıb ki, bütün vətəndaşları İranını tərk eləsin, quru yollarla tərk eləsin. Və Abraham Lincoln təyyarə daşıyan gəmisi də maksimum iş rejiminə keçib. Hətta məsələn, onlar 3-4 növbə artıq başlayırlar işləməyə. Məlumatlar yayılıb internetdə. Və bu onun göstərdiyi və avtokatapultaların, hidravlik katapultaların 4-dən 3-ünü artıq işlətməyə başlayıblar. Bu o deməkdir ki, bu maksimum göstəricidə təyyarə daşıyan gəmilərdə bu o deməkdir ki, bir dəfəyə bir neçə təyyarəni artıq havaya buraxa bilərlər. Bu o deməkdir ki, tam olaraq hazırlıq pik həddə çatıb və bu gərginlik bu danışıqlardan asılıdır. Digər tərəfdən diqqətdə saxlanmalı bir məqamda Amerika Birləşmiş Ştatların İrana müdaxilə etməməsi üçün tələb etdiyi şərtlərin ağırlığıdır. Təklifə əsasən İran uranın zənginləşdirilməsini tam dayandırmalı, hazırda mövcud olan zənginləşdirilmiş uran ehtiyatları isə üçüncü tərəfə təhvil verməlidir. Tehran regiondakı proksi qüvvələrindən imtina etməklə yanaşı ballistik raket ehtiyatlarını azaltmalı və onların mənzilini İsrailə vura bilməyəcək qədər qızartmalıdır. Eyni şəkildə Amerika Birləşmiş Ştatlar İrandan son həbslərdən sonra daxili repressiyaları yumşaltmasını və Çinlə enerji əlaqələrini kəsməsini tələb edir. Sepaha qarşı təzyiqlərin aparılması və silahlı birləşmənin ləğvi də şərtlər arasındadır. Təbii ki, qeyd edilən şərtlər İranda hakimiyyətin və rejimin tamamilə dəyişməsi mənasına gəlir ki, hazırki rəhbərlik bunu qəbul etməyə bilər. Belə olan təqdirdə Birləşmiş Ştatların hücuma keçməsi gözlənilsə də, Vaşinqton İranın hərbi gücündən ehtiyat edir. Doğrudur, Birləşmiş Ştatlar ordusu müxtəlif hərbi taktika və gedişlərlə İranın strateji obyektlərinə zərbələr endirə bilər. Amma bu böyük hissəsi dağlardan ibarət olan Tehranın Vaşinqton tərəfindən tamamilə işğal edilə biləcəyi mənasına gəlmir. Birləşmiş Ştatların əsas ordusunun da yaxın şərqdən xeyli uzaqda olduğunu nəzərə alsaq, Ağ Ev İranla birbaşa savaşa girməkdən çəkinə bilər. Xüsusilə Hürmüz kimi əhəmiyyətli boğazın İranın nəzarətində olduğu bir məqamda. Hazırda Birləşmiş Ştatlarla İran arasında daha çox psixoloji savaş hökm sürür. Hər iki tərəf bir-birinə maksimum təzyiq etməklə diplomatik masada daha çox güzəştlər əldə etməyə çalışır. Birləşmiş Ştatların irəli sürdüyü şərtlər həddindən artıq maksimalist yanaşmadır və bunun İran tərəfindən qəbul ediləcəyi mümkün deyil. Ona görə də diplomatik masada ilkin baxışda kifayət qədər mürəkkəb bir mənzərənin olduğu önə çıxır. Amma təbii ki, məsələnin pərdəarxası məqamlarına da nəzər salsaq, biz məsələnin fərqli istiqamətdə cərəyan edə biləcəyi ehtimalını önə sürə bilərik. Çünki
İranla Birləşmiş Ştatlar arasında müharibə və müharibənin uzun sürməsi təbii ki, Vaşinqtonun maraqlarına qətiyyən cavab vermir. Çünki belə olacaq halda Hörmüz boğazı bağlanacaq və beləliklə də neft qiymətlərinin kəskin artımı müşahidə olunacaq ki, bu da Birləşmiş Ştatlara birbaşa təsir edən faktorlardan biridir. Amerika Birləşmiş Ştatlar və İran arasında davam edən gərginliyin taleyi Omandakı danışıqlardan əhəmiyyətli dərəcədə asılıdır. Birləşmiş Ştatlar şərtlərini qəbul etdirməklə yaxın şərqdə mövqeyini gücləndirməyə, İransa bir növ ayaqda qalmağa çalışır. Hər iki ölkənin ortaq məxrəcə gəlib-gəlməyəcəyi və hadisələrin bundan sonraki gedişatısa hələlik sual altındadır.